Salam əziz dinləyicilər, hər birinizə xoş gördük. Bugün qəbul imtahanı olubdur və həmin qəbul imtahanının izahını sizlərlə bölüşəcəm. Mən də sizin qədər həyəcanlıyam, çünki il boyu abituriyentlərlə çəkdiyimizin əziyyətini bugün bəhrəsini gördüyümüz gün idi. Düşünürəm ki, imtahanda şagirdlərə, abituriyentlərə nə demişdiksə, hansı mövzuların üzərində daha çox dayanmışdıqsa, həmin mövzulardan sual gəlib və ilk öncə buna görə çox sevincliyəm. İnşallah ki, hər biri də çox gözəl xəbərləri mənimlə bölüşər. Başlayaq 31-ci sualda 19-cu əsrin 20-ci illərində Şimali Azərbaycanın işğalını başa çatdırdıqdan sonra Çar Rusiyası ölkəmizdə xammal istehsalının artmasına çalışırdı. Və bununla bərabər hər hansı bir məhsulun tam istehsalının Azərbaycanda həyata keçirilməsini istəmirdi və gəlin nəticəyə gedək. Bilirəm ki, siz də konkret nəticəni, variantı bilmək istəyirsiniz. Verilənlərə əsasən Rusiya nəyə nail olmaq istəyir? Çox rahat idi. Bu mətnə baxıb bu cavabı tapmaq olardı. Əlbəttə ki, müstəmləkəçi iqtisadi siyasət tətbiq etməyə çalışır və ölkəmizin ucuz xammal bazasına çevirməyə çalışırdı. Doğru cavab burada A variantı olacaqdı. Ən azı burada neft sistemində iltisam sisteminin ləğv edilməsi 1872 yazsaydınız və digər xarici kapitalın 19-cu əsrin 70-ci illərində daxil olmasının biri çıxsaydınız 2-5 burada cavab çıxırdı. Kəngərli tayfasının başçısı hesab edilən, demişik bir Kəngərli deyəndə ağlımıza Salarilər və Naxçıvan düşməlidir. Elə Kəngərli tayfasından götürsəz, söhbət hardan getdiyini biləcəydiniz və burada söhbət əlbəttə ki, Naxçıvandan gedir. Mətndə haqqında bəhs edilən xanlıqda İrəvan xanlığının ümumi cəhətini müəyyən edin. Bilirik ki, dəfələrlə şagirdlərimə sual verirdim. Çukursət Bəylərbəyliyi ərazisində yerləşən xanlıqlar hansılardır? Burada İrəvan və Naxçıvan hər dəfə deyirdik. 3 o zaman doğrudur və bir müddət Naxçıvan və İrəvan Qarabağdan asılı olmuşdur. 1-3'dür yoldaşlar cavab. 2 olmaz, çünki Georgiyevsk müqaviləsini Quba, Lənkəran və digər Dağıstan hakimləri ilə imzalanmışdır. Türkmənçay müqaviləsinə görə yox, Gülüstan müqaviləsinə görə Naxçıvan və İrəvan Qacarlarda qalmışdı. Hansı ki, Türkmənçayda da həmin hissəni itirir. 33-cü suala diqqət yetirək. 13-cü əsrin 30-cu illərin sonu və 50-ci ilin ortalarında Azərbaycan tarixi üçün səciyyəvidir. 1239 və 1256-cı illəri əhatə edən dövrdə Azərbaycan ali Monqol canişinləri tərəfindən idarə edilirdi. Doğru cavab bu olmalıydı. Qızıl Ordu Toxtamışın yürüşünü yəqin ki 1385 kimi götürdünüz. Cəlalı hakimiyyətin qəbul edilməsini 67 götürdünüz yəqin ki. Qazan xan tərəfindən islahatların keçirilməsi 13-cü əsrin sonu, 14-cü əsrin əvvəli götürməli idi. Əmir Teymur da Azərbaycanda ilk dəfə 1386-da görünür. Doğru cavab A bəndi olacaqdır. 34-cü kaş buradakı həyəcanımı sizə keçirə bilsəydim. O qədər həyəcanlıyam ki, çünki gecə-gündüz çalışmışıq və sualları görüb həqiqətən də gözlərim doldu ki, nə yaxşı ki, biz bu mövzuların üzərində çox dayandıq. Bir gecə ağlımdan keçəni etmədim. Kaş ki orada Birinci Dünya müharibəsində iştirak edən şəxslərin şəklini göndərərdim ki, buna mütləq baxın. Niyə etmədim? Buna görə çox peşmanam. 34 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Burada Hadrut qəsəbəsinin açılması, tutulması Şuşaya bilirik ki, yol açırdı. Azərbaycan istehsalı olan bəli pilotsuz uçuş aparatından istifadə olunubdu. Aldadıcı taktika, yəqin ki bilirik bunu, hansı ki bununla Ermənistan müdafiə sistemini məhv elədik. Biz hansı ki mücrə əməliyyatı deyirdik və mücrə əməliyyatı ilə D-də də yazılan itkini minimuma saldıq. Y variantında altından şagirdlərimizə xətt çəkmişdik. Bizə qarşı qətnamə qəbul etməyə çalışmışlar, lakin biz bunun qarşısını almışdıq dedik. Buna görə Y variantı götürməliydiniz. Hadisə və nəticə əlaqələrin yerdə. Yoldaşlar, gördünüzmü Seyid Cəfər Pişəvəri və Xiyabani ilə bağlı sual gəldi. Hətta PDF paylaşmışdım bununla. Buna görə sevincliyəm. Deməli, Pişəvəri 1945-ci il Milli Hökumətin yaradılması götürsək, Xiyabani 1920 götürək yoldaşlar, Milli Hökumətdən söhbət gedir. Açıq dənizdə neft çıxarılması 49'dur. Konstitusiya 1956-cı ildir. Nəyi dəyişməliyik yoldaşlar? 2 ilə 1-in yeri dəyişməlidir, elə deyil. 1 ilə 2-in yeri dəyişəndə artıq fikrimiz düz olur. 36-cı sualda 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 50-ci illərində hansı ki bilirsiniz ki 654-cü ildə Bizans dövlət imperatorluğuna ittifaq yaradılmışdır. Bilmədiyiniz hər hansı bir məqam olsa yorumlar hissəsinə yazarsınız. Yenə izah eləyərəm. Sadəcə tez-tez getmək istəyirəm ki, bilirəm ki həyəcanlısınız, uzatmaq istəmirəm. 37-də Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə və nəticə əlaqələrinin uyğunluğu müəyyən edin deyir. Müəssislər məclisi seçkilərin haqqında əsasnamənin qəbul edilməsi. Biz dedik ki, Müəssislər Məclisinə keçirilməsi haqqında
belə bir məqam var idi ki, istəyirdilər keçirsin, amma Müəssislər Məclisinə seçkilər keçirilmədi. Parlamentin yaradılması məhz noyabr ayının 20-sində parlamentin yaradılması haqqında qərar verilir və dekabrın 7-sində parlament fəaliyyət göstərir. Bunun üzərindən xətt çəkirik. Bakının işğal olunması ilə Milli Şura fəaliyyətini dayandırmır. Biz bilirik ki, iyun böhranı olur. İyun böhranının nəticəsində Milli Şura fəaliyyətini dayandırmış. Sonradan noyabr ayının 16-sı 1918-də bərpa etmişdir. Doğru cavab 3 və 4 qalır. Bəli, Mudros müqaviləsinə görə Naxçıvan da daxil olmaqla Osmanlı qüvvələri Naxçıvanı tərk etdi və Əsgəran yaxınlığında döyüşün baş verməsi milli ordumuzun hissələri erməni dəstələrini məğlubiyyətə uğratdı. Doğrudur. Dünən axşam səhər bunu mən sizə demişdim. Yadınızdadsa, Əsgəran hissəsi dedim. AXC dövründə də düşə bilər. Xahiş edirəm, qulaq asdıqca fikirlərimi təsdiqləyin, əziz abituriyentlər. 16-cı əsrin ikinci yarısında Osmanlı dövləti üçün səciyyəvidir. Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi dəfələrlə təkrar etmişdik. C variantı olacaqdı cavab. Buna diqqət yetirək. Misir məmlüklərinin son qoyulması 1517 deməli, Köprülü Mehmet Paşanın islahat keçirməsi 17-ci əsrin, bəli, 17-ci əsrin birinci yarısı götürəcəyik. O cümlədən Ağqoyunlu qoşunlarının məğlub edilməsi, Ağqoyun qoşunlarının məğlub edilməsi neçənci ildə idi? 1473-cü ildə idi, yadınızdadsa əgər. Viyana şəhərinin mühasirəyə alınması birinci dəfə 1529, ikinci dəfə isə 1683-cü ildə idi. Biz burada diqqət yetirəcəyimiz məqamlardan biri Köprülü Mehmet Paşada gəlin dayanaq. Orada 17-ci əsrin birinci yox, ikinci yarısıdır 1656-61 orada deməli həyəcanla deməli birinci yarısı dedim. 39-da xəritədə rəqəmlə verilən ərazilər üçün doğru olmayan variant burada konkret olaraq yenə cavab götürəcəm 2-dir. Çünki Xlodvik baxın yadda saxlamaq lazımdır ki, deyir ki, Qaliya ərazisini daha sonra da İtaliyanı ələ keçirdikdən sonra Qərbi Roma ərazisini ələ keçirdikdən sonra Frank dövlətini yaradır. Belə bir fikir var idi kitabımızda. Buna diqqət yetirməliydik və deyir ki, Xlodvik Qaliyanın bir hissəsini və Paris şəhərinə daxil olmaqla Luara çayına qədər olan ərazini ələ keçir və məhz bundan sonra dövlət yaradır. Buna diqqət yetirməli idik. Bəli, D variantı olacaqdır. Növbəti 40-cı suala başlayırıq. Sizin üçün əsas şərt nə idi abituriyentlər? İlləri yazın demişdim mütləq. Uyğur xaqanlığı 744-cü ildə yaranır, 842-yə qədərdir. Qaraxanlı dövləti 840-da yaranır, 1212-ci ilə qədər davam etmişdir. 7-ci əsrdə meydana gəlmiş, Sasani ilə müharibə aparmayıb. Bəli, Çin imperatoru ipəklə xərac almışdır. 1C-dir. 2-yə də cavabda Qaraxanlı dövləti ərəblə mübarizə aparmamışdır. Bəli, 1042-ci ildə 2C parçalanmışdır. B variantı 1-ə C, 2-yə B olan cavab A variantı olacaqdır. Və ərəb xilafəti ilə mübarizə apardığı da kitabımızda qeyd olunmur. Qeydi Göytürkün parçalanması nəticəsində də yaranmamışdır, biz bilirik. NATO-nun ərəb dövlətinin zəifləməsi nəticəsində Qaraxanlı, Qəzvini və Samanilər dövləti yaranıb. NATO-ya üzv olub, konstitusiya qəbul olub. Bunu mən sizə işlətmişdim. Avropa İqtisadi Birliyin yaranmasına iştirak etmişdi. Fransa və AFR olacaqdır. Dəfələrlə sual vermişdim. Ən sadə suallardan biri 42-ci sual. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi nədir? Hindistanla Qaradəniz sahilini birləşdirən ticarət yollarını ələ keçirməkdir. Bu hissəni mən dünən axşam niyə göndərmədim axı deyə çox peşman olacağım. Yəqin ki, ürəyimdən keçəni niyə etmədim axı? Əliağa Şıxlinski, belə baxırıq, Rusiyanın çağının yeganə müsəlman yavəri Hüseyin xan Naxçıvanski olacaqdır. Birinci Dünya müharibəsində Rus ordusunda xidmət edən hər ikisi olmalıdır. Rusiyanın paytaxtını toplarla müdafiəsini təşkil edən Əliağa Şıxlinskidir. İlk Azərbaycanın Fərux ağa Qayıbovdur. O burada qeyd olunmamışdır və silahla təltif olunan bilirik ki, Səməd bəy Mehmandarov olacaqdır. Və beləliklə burada necə oldu? Rusiyanın yeganə müsəlman yavəri 3-ə A olmalıdır da. Deməli 1-ə C oldu, 2-yə 1-ə C, 2-yə Y. Bir də dəqiq baxaq. 1-ə C, 2-yə Y, 3-ə A-dır, bəli, 4-ə də B, D variantı doğru cavabdır. 14-cü sualda 19-cu əsr Şimali Azərbaycanda 1853-də nə olmuşdur? Kəndlərin bir yerdən başqa yerə köçməsi qadağan edilmişdir, yoldaşlar. Deməli, 45-ci sualda Eldənizlər Cahan Pəhləvan bilirik ki, sultan titulu qəbul etməyib. Sultan titulu qəbul edən bildiyimiz kimi Qızıl Arslan idi.
46-cı sualda 4-cü minilliyin sonunda qədim Misirdə vahid dövlət yarandı. Bəli, yuxarı Misir, aşağı Misir üzərində qələbəsi nəticəsində. Doğru cavab olacaq A bəndi. 47 Qara Yusiflə Səfəvi Şahı 1-ci təması. Bu sizin işlədiyiniz ən asan testlər idi. Bundan dəfələrlə çətin testlər işləmişdiniz. Deməli, Şirvanşahlar dövləti ilə müharibə aparmaları doğru A bəndi olacaqdır. Təhmasib də Qara Yusif də Qara Yusif 1412-də, Səfəv Şah Təhmasib isə 1538-dədir. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya tarixinə aid oxşar cəhət 1895-ci ildə Mərkəzi Asiya, 1864-cü ildə Qafqazın işğalını başa çatdıran dövlət Rusiya idi. Yoldaşlar, yadınızdadırsa bunun da PDF-ini paylaşmışdım. 49-cu suala baxırıq. 17-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibəsinə aid deyil. Aid deyil, bəli. Krım, Osmanlı Krım qüvvələrinin məğlubiyyətə uğraması bu 1618-də ola bilər. Deməli, Sınıq körpü döyüşü ola bilər. 17-ci əsr deyir bizim. Bəli. Davam edək. Sufyan adlı yerdə Səfəvi qoşunların qalib gəlməsi 1605-dir. 2 dənə Sufyan var dedik hər dəfə. Şah Abbas Təhmasibi münasib müharibələrinə aid deyil. Şah Abbasın Təbrizi azad etməsi 1603-dür. Səfəvi dövlətinin Hörmüzü azad etməsi hər bir hadisə 17-ci əsrə aiddir, yoldaşlar. Amma Səfəvi Osmanlı müharibəsinə aiddirmi bu hadisə? Əlbəttə ki, deyil. D variantı olacaq. Hansı ki 1622 idi. Qəsr Şirin 1639-da idi. Heydər Əliyevin birinci prezidentlik dövrü 1993-98-dir. Orada Huradiz qəsəbəsi işğaldan 94-də azad olunmuşdur və torpaq islahatı haqqında qanun da 96-cı il olacaqdır. Yadınızdadır, mən sizə demişdim ki, BMT-nin B-sindən yadda saxlayın ki, 92-də olubdur. Sonra vergiləri paylaşmışdım. Yoldaşlar, hər kəsdən paylaşmışdıq. Bunu malcəhət deyil, divan deyil, iqta, torpaq deyil, vergi hansı olacaqdır? Xərac və cizyə olacaqdır əlbəttə. Növbəti suala baxırıq. Xəritədə ulduz ərazi işarələmişik. Kəlbəcərdir. Kəlbəcərə aid olan, bəli, paleolit dövrünə aid olan Kəlbəcərdə Zar ərazisinin yerləşdiyini biz bilirik. O cümlədən 8 noyabrda Şuşadır. Orta Tunç dövrü Göytəpə Urmiyadadır. Ərazidə erkən Sərkərtəbə Xaçmazdadır və 1-5 qalır. Bəli, Kəlbəcər noyabrın 25-i düşməndən azad edilmişdir. C bəndə olacaq. Ranjı ardıcılığı baxın. Şirvanşahlar dövlətinin paytaxtının Bakı şəhərinə köçürməsi 1192, 1043, Teymuri dövlətinin Herata 1409, Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi deməli 1329. Deməli, doğru cavab nə olacaq? Doğru cavab həyəcandan birdən səhv deyərəm. Gəlin, mən də diqqətli olum. 2, 4, 3, 1 yoldaşlar. Rəvvadi və Şirvanşahlar dövlətinin oxşar və Salarilər dövləti ilə fərqli xüsusiyyətlərini müəyyən edin. Gəlin, bu hissədə biraz diqqətli olaq. Rəvvadi dövlətinin Şirvanşahlar dövləti ilə oxşar olsun deyir. Və Salari dövləti ilə fərqli xüsusiyyətlərini, Salari ilə fərqli. Aha, yaxşı. Baxın, biz bildiyimiz qədər Dəbil ərazisini özünə birləşdirən Şəddadiləri idi. Bunu çıxırıq. Oxşar cəhət. Slavyanların hücumuna məruz qalması Böyük Səlcuq dövlətindən bəli, həm Rəvvadilər, həm Şəddadilər asılığı qəbul edibdir və bu Salarilərə aid deyil, düzdürmü? Ərəb mənşəli sülalə tərəfindən yaradılmışdır, bəli, həm Rəvvadi Əzdilər nəsli, Şirvanşahlar da Əzdilər nəsli. 1-2-dir cavab. Neolit və eneolit dövrünə aid oxşar cəhət nə olar desək, deyirik ki, əkinçilikdə toxadan istifadə etmişdilərmi? Etmişdilər. İlkin şəhər mərkəzləri Orta Tuncdur, bundan sonra olacaqdır. Saxsı qablar hazırlanırdı. Süni suvarma sistemindən istifadə edilməsi erkən tuncdur. Təsərrüfatda daş alətlərdən istifadə edilməsi doğrudur. Hər iki dövrdə istifadə edilmişdir. Bir də yenidən də diqqət yetirək. Toxat neolitdə var, eneolitdə də var. Saxsı qabların hazırlanması hər ikisində var. Süni suvarma erkən tunc, orta tuncda ilkin şəhərlər təsərrüfatda daş alətlərdən istifadə edilirdi. Bəli. Cavab 1-3-5 olacaq. 56-cı suala baxırıq. 56-cı sual. Bax, burada da diqqətli olaq. 56-da deyilir ki, hadisə və nəticə əlaqələrinin aid uyğunluğu müəyyən edin. Yoldaşlar, baxaq burada. 17-ci əsrdə 30 illik müharibənin birdən başlayaq. 1711-ci ildə Prut sahilində müqavilənin imzalanması Rusiya Azov qalasını Osmanlı dövlətinə qaytardı. Bəli, bu var. 1783-də Parisdə sülh müqaviləsinin imzalanması İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı.
Davam edirik yoldaşlar. Aha, əla 1-2 dedik və 5 götürəcək. 17-ci əsrdə 30 illik müharibə Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçmişdi. 1-2-5 olacaq. Neizbi döyüşü ABŞ-da deyil, İngiltərədədir. Yekaterinada mütləqiyyəti zəiflətməmişdi, gücləndirmişdi. 57-yə baxırıq. Otluqbeli döyüşü hansı dövlətə aiddir, onu tapmalıyıq. Otluqbeli döyüşü necə uyğunluğu müəyyən edin. Osmanlı dövləti, bəli, Osmanlı Ağqoyunlu dövləti arasında baş vermişdir. Burada biz nəyi tapmalıyıq? Uyğunluğu müəyyən edin. 1, 2. Aha, deməli 1 aiddir həm A, həm D. Bu belə. Mərv döyüşü 1510 Səfəvilərlə aiddir. Səfəvilər aiddir. Bəli, Şeybanilər burada verilməmişdir. Bəli, 1-ə A, 2-yə C. Digər mənbə hissəsini də paylaşacağım. Səbirli olun. İndi bunu yükləyək.